Gündəm məsələsi ilə bağlı biz seyircilərimizə bir daha müraciət edirik ki, qısa olmuş olsa biz Urm gölü ilə bağlı, 20 Xordad olayları ilə bağlı bir toxunacağıq. Sonra telefonlarımız açıq olacaq ki, beləliklə də bu axşamki verilişi yekun vuraq. Keçən günlərdə, yəni həftənin cümə axşamında verilişin birinci qismətində biz 20 Xordad nəzərdə tutulmuş mitinq ilə bağlı, təzahüratlarla bağlı əlimizdə olan bir sıra videoları sizə göstərdik. Urmuda da bir təşəbbüs olmuşdur, amma Urmudakıları başlamadan öncə həbs elədilər. Təbrizdə baş tutdu. Təbrizdəki bizim soydaşlarımız, həmvətənlərimiz daha qəhrəmanlıq göstərdilər. Cavanlarımız xüsusilə də təzahüratı bərpa elədilər. Düzdür, yəni buna indi müxtəlif fərqli baxışlar var. Biri də əvvəlcədən də deyirdilər ki, biz bunları tanımırıq, elə etmirik, filan eləmirik. Mən keçən dəfə dedim, yenə də bu söhbətin üzərində dayanıram ki, tanıdıq, tanımadıq, Azərbaycan Milli Hərəkatı var. Azərbaycan Milli Hərəkatı tanınmış simalardan ibarət deyil və yaxud milli fəallardan ibarət deyil. Azərbaycan böyük bir ərazidir, böyük torpağı var, böyük bir cəmiyyətdir. Hələ bizim bilmədiyimiz, tanımadığımız o qədər qüvvələr var ki, yəni Azərbaycan sevəl qüvvələr var. Və beləliklə də biz qarşıda daha çox izdihamlı böyük mitinqlər gözləyəcəyik, bu şübhəsizdir. Amma Xordadın 20-sində olan mitinqlər hər halda Urmu gölünün müdafiəsi üçün şüarlar da bəllidir. Hücumlar da olundu, döyüldülər də, tutuldular da, bugün həbsdə olanlar var, həbs olub buraxılanlar da var. Ki, vaxtaşırı Günas TV xəbərlərində adları ilə, tam detalları ilə bunlar şərh verilir. Ona görə də mən indi bu adlara daha çox yer vermək istəmirəm. Sadəcə əlimizdə keçən dəfə bir neçə video var idi, onları sizə təqdim elədik. Daha bir yeni video idi, onu siz görməmsiniz. İndi keçən günlərinki və bu yeni video birlikdə bir daha da sizə təqdim eləyirik. Təbrizdəki 20 Xordadda Urm gölünün müdafiəsi üçün keçirilən mitinqi, yəni təzahüratı. Əlbəttə, sağ olsunlar dostlar ki, bu videoları, filmləri çəkib göstərirlər. O son video ki, biz Günas TV vasitəsilə yaymamışıq, onu çalışmışıq ki, yəni üçün orada əsasən o video bizə çəkib göndərən o kameranı daha çox sifətlərin üzərində tutub və bu sifətlər görünməsin deyə biz onları üzərində işləmişik ki, bu sifətlər yəni ən azından tanınmasın. Ona görə yəni bunu biz özümüz etmişik, nəzərə alsın bizim soydaşlarımız. Beləliklə də həman videoları sizə təqdim edirik. Bərabər bir daha bu videoları seyr edək ki, Xordad ayının 20-sində millətimiz nə üçün xiyabana küçəyə çıxmışdı və nə istəyirdi? Buyurun.
Olsa biz bu əlbəttə bu video ki siz gördünüz tam keyfiyyətli bir video idi. Sadəcə biz oradakı dostlarımızın sifətləri görünür deyə onu nəzərə alıb belə bir vəziyyətdə sizə təqdim elədik. Əgər növbəti keçən dəfədən yaydığımız ayrı videolar da varsa onu da bəli bərabər seyr edək.
Türklerdeşin bu ses mi? Türklerdeşin bu ses mi? Türklerdeşin bu ses mi? Türklerdeşin bu ses mi? Urmucanın doldurun, sertlerini sındırın. 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 Urmucanın doldurun. Bədələrin bəsali, ruhani, ruhani, bədələrin bəsali, ruhani, ruhani, bədələrin bəsali, ruhani, ruhani, bədələrin bəsali, ruhani, ruhani, bədələrin bəsali. Türklerdeşin bu ses mi? 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 Urmucanın doldurun, sertlerini sındırın. 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 Urmucanın doldurun. Bədələrin bəsali, ruhani, ruhani, bədələrin bəsali, ruhani, ruhani, bədələrin bəsali, ruhani, ruhani, bədələrin bəsali, ruhani, ruhani, bədələrin Məmuru doğrudur.
Bəli, bu videolar ki, Xordad ayının 20-sində Təbrizdə Azərbaycanın oğulları, qızları iştirak elədilər və beləliklə də verdiyi vədləri yerinə yetirdilər. O dəstəki, o qrup ki, bu mitinqin arxasındaydılar və həqiqətən də biz bir daha təbrik edirik onları, təşəkkür edirik. Hər tək ki, bu mitinqdə iştirak etdilər. Hər kəs hər nə deyir desin. Amma fakt budur ki, Urm gölünün müdafiəsi üçün Həsən Ruhaniyə Cumhurbaşqanına bir daha müraciət olundu ki, vədə vermirsən, söz vermirsən və bu sözləri yerinə yetirmirsən. Hanı sənin vədələrin digər şüarlarla Urm gölünün müdafiəsinə qalxdılar. Sağ olsunlar, var olsunlar. Təbii ki, bu yetərli deyil. Təbii ki, daha biz böyük mitinqlər gözləyirik. Və bildiyimizə görə sentyabr, oktyabr aylarında daha izdihamlı, daha böyük mitinqlər düzənlənəcək ki, Urm gölünün xilası ilə bağlı, bəlkə bu yolla dövləti məcbur elədilər ki, Urm gölündəki, onun ətrafındakı sədləri sındırsınlar, qırsınlar və beləliklə də bu zülmə son qoysunlar. Azərbaycana qarşı hər zaman həmişə böyük zülmlər olur və bu zülmün arxasında İran dövlət səviyyəsində dayanır, İran dövlətidir. Azərbaycan radio-televizyonlarda təhqir olunur, filmlərdə təhqir olunur. Azərbaycanın başçıları təhqir olunur. Mən bir şəkil var, onu ekrana lütfən qoyun. Bu şəkilə bir baxın və bu şəkil haqqında mən bir neçə kəlmə sizinlə danışmaq istəyirəm. Hər halda bu şəkil, indi birazdan ekranda görəcəyiniz şəkil Azərbaycanın rəhbərlərindən birinin şəkilidir. Bilmirəm, hazırdır, hazır deyil. Əgər hazır olsa o şəkili biz ekranda göstərək ki, bizim soydaşlarımız onu görsünlər və onun üzərində də mən bir neçə kəlmə həmvətənlərimizlə danışacağım. Daha sonra biz telefonlarımızı açıq qoyacağıq. Telefon vaxtıdır. Həmvətənlərimizdən daha çox eşidəcəyik. Çünki biz cümə axşamı Urm gölü ilə bağlı, bu mitinqlərlə bağlı telefonlara daha çox yer verə bilmədik. Və bu axşam istərdim ki, bu mitinqlərlə bağlı bu telefonlara daha çox yer verək ki, vaxtda sizin fikirlərinizi öyrənək. Bilmirəm, əgər hazır deyirsə, şəkil hazır deyirsə, o zaman biz hər halda indi bir dəqiqə hazır olar və ekranda görərsiniz və onun haqqında mən neçə kəlmə sizinlə danışacağım. Məqsəd bu şəkili göstərməkdən buna bənzər, bu şəkil içində görəcəksiniz, ona bənzər olaylar, hadisələr İranda təbii ki, az deyil. Çoxlu məsələlər var, çoxlu olaylar var. Amma bir nümunəsi də budur ki, siz görün ki, dövlət, yəni İran dövləti Azərbaycana qarşı hansı düşüncədədir, hansı fikirdədir. Azərbaycana rəhm etmir. Adi vətəndaşı olsun, onun rəhbəri olsun, onun ziyalısı olsun, onun başında duran olsun. Bəli, bu şəkil ki, siz görürsünüz, hər halda gec də olsa ekrandadır. Bu bir məzardır, qəbridir. Bu Şah Abdüləzimdə olan bir qəbridir, bir Azərbaycanlının qəbridir. Bu məzarla Səttar xanın məzarı arasında o qədər də böyük, ara fasilə yoxdur. Bu Şeyx Məhəmməd Xiyabanının qəbridir. Şeyx Məhəmməd Xiyabanı Azərbaycanın rəhbərlərindən biridir. Azərbaycanda Şeyx Məhəmməd Xiyabanı millət üçün, millətin yolunda fəda olan şəxslərdən biridir. Qiyam qaldırmış bir ruhanidir və hər kəs bilir, bu ruhani paltarında, ruhani libasında ki, Azərbaycanda bir qiyam qaldırdı və söhbət indi onun tarixindən, tarixçəsindən getmir. Mən ona olan hörməti, izzəti göstərmək istəyirəm. Tehranda, Şah Abdüləzimdə. Halbuki Şeyx Məhəmməd Xiyabanı elə bir şəxsiyyətdir ki, onun abidəsi ucalmalıdır. Amma onun qəbri bu günləri əyaqlar altındadır. Onun qəbri zibilxanadır. Görürsünüz, ayaqqabı, fəhlənin ayaqqabısı orada
toz torpaq basıb, gətirib qəbrin üstünə orada, yəqin indi o ətrafda bir iş gedir, indi nəsə tikirlər və onun tör-töküntülərini gətirib tökürlər o qəbrin üstünə, bastırıblar qəbri. Yəni bunlar indi İran dövləti üçün adi məsələ sayıla bilər, amma biz millət olaraq bizə qəbahətdir. Həqiqətən bu bir qəbahətdir. Yəni mən deyəndə ki, biz başımıza çarə qırmalıyıq, əks təqdirdə bunlar hər şeyimizi bu cür belə təhqir edəcək, o zaman bunu qulaq ardına vurmaq lazım deyil. Şeyx Məhəmməd Xiyabanının qəbri, o indi böyük bir, onun üzərində necə Hafizi, Ferdosini, kimi böyük məqbərələr düzəldirlər, onun böyük məqbərəsi olmalıdır. O tarixi bir şəxsiyyətdir, sıradan bir insan deyil. O 1917-ci illərdə tarix yaradıb. Azərbaycan üçün böyük bir tarix yazıb, tarix yaradıb və Azadistan təşkil verib. O, yəni kiçik bir şəxsiyyət deyil, o bizim qəhrəmanımızdır. İndi Farsın və yaxud indiki dövlətin düşməni sayıla bilər. Amma bizim üçün o qəhrəmandır, o bir şəxsiyyətdir bizim üçün. Ayrı bir millətin bu cür rəhbərini tohin eləsələr, təhqir eləsələr, böyük bir qiyam qaldırarlar. Amma bizim üçün həqiqətən böyük ayıb sayılır. Yəni, o cür bir sərkərdənin, o cür bir qəhrəmanın qəbri, özdə ruhani bir şəxs, oruç tutan, namaz qılan, əbası, qəbası, başında olan, çiynində olan bir şəxs bugünkü dövlət, Şiə dövləti, molla dövlətləri tərəfindən belə təhqir olunur. Ayıbdır bizə və ayıb olsun bizə. Yəni, hər tək-təkimizə ayıb olsun. Ki, bunu görüb və biz bunu susuruq, buna etiraz eləmirik. Yəni, bu haqda biz heç bir addım atmırıq. Yəni, bunlar o qədər addım gəldilər ki, o qədər əvvəl gördünüz, yəni orada Səttar xanın məzarı nə gündədir, bundan da pis haldadır. Səttar xanın məzarı son illərdə onun başına bir də yığıldıqlarına görə o zirzibili oradan çəkdilər, amma heç bir dəyişikliklər yoxdur. Ayaq altındadır. Gəlib onun qəbrin üstündən gəzirlər, orada Şah Abdüləzimdə ora-bura gedirlər. Xiyabanı da həman biri, Xiyabanı da qəbrin üstündə o cür ayaqqabı atarlar, o cür zirzibil tökərlər. Çünki sahibsiz bir qəhrəmanı edirlər. Ona biz sahib çıxa bilmirik. Yəni, faktiki, açıq, yəni bunu biz deməliyik ki, biz sahib çıxa bilmirik. Telefonlarımızı açıq qoyuruq, telefonlarımız açıqdır, soydaşlarımız eləyə bilərlər, zəng eləyərlər, fikirlərini söyləyərlər, millətimizə xitab elərlər, fərqi yoxdur, Amerikada olsun, Avropada olsun, daxildə olsun. Yəni, biz eyni tali yükləyik, eyni taliyi biz daşıyırıq. Ona görə də belə bir şəxsiyyətlərimiz bu cür məhv altındadırsa, yəni ayaq altındadırsa, gölümüz o cür məhv olmaqdadırsa, gəncliyimiz o cür ağır bir durumda, ağır bir vəziyyətdədirsə, yəni bizim bu cür susqunluğumuz, etiraz etməməmiz özü böyük bir fəlakət. Həqiqətən böyük bir fəlakətdir. Çarə qılmalıyıq millət olaraq, yəni heç bir millət bu qədər biganə deyil. Sağ olsun yenə də bir miting təşkil edənlər, bir minlər də olsa, 2000 də olsa çıxdılar və sözlərini dedilər. Az rəqəm deyil, yəni kiçik bir hərəkət deyil, yəni bu özü böyük bir hərəkətdir, amma bizim xitabımız o insanlaradır ki, susublar. O adamlaradır ki, özünü bu cəmiyyətdən ayırır, yəni bu yolla, bu vasitə ilə. Cəmiyyətdən ayırmaq lazım deyil. Miting var, getmək lazımdır, toplaşmaq lazımdır. Elan olunanda dəstək vermək lazımdır. O cür vəziyyət, o cür hərəkətləri görəndə mütləq, yəni bir addımlar, bir hərəkətlərə keçmək lazımdır. Yəni bunu biz ciddi bir şəkildə bu məsələləri biz qaldırırıq, buna ciddi önəm vermək lazımdır. Yəni doğrudan da Xiyabanının məzarının o cür bir vəziyyətdə, bir şəraitdə görünməsi hər bir insana, yəni şəxsiyyətinə toxunur, onun kimliyinə toxunur. Yəni bizim üçün böyük bir təhqirdir. Həm özü təhqir olur, Xiyabanının ailəsi təhqir olur, həm də elə biz təhqir olunuruq. Yəni biz deyirlər ki, gəlin, buyurun. Yəni bu, siz nə deyirsiniz deyin, nə danışırsınız, danışın, amma bizim əməlimiz bundan ibarətdir. Sabah hər bir fərq eləməz. Təbrizdə də imkan yaranarsa, bunlar bu işləri görəcəklər. Bunlar bu addımları atacaqlar. Buyurun, telefonumuzu qəbul edək. Cəlilabaddan ilk telefonu qəbul edək. Alo, buyurun. Biz indi baxdı, vurmaya haqqında qurban oluram o xalqa, qurban olum millətə.
sağ olsunlar, qalxıb öz azadlığımızı bəlkə də biz istəyir Quzey Güney Azərbaycan olsun. Öz azadlığımızı təmin edəcəyik inşallah Allahın köməkliyi ilə. Farsların bu əsarətindən inşallah bizim bu 40 milyon, 45 milyon Azərbaycanlı azad olacaq. Hardasa sizin bu verilişin getməsi, bütün bu Türk xalqının elə ayağa qalxması deməkdir, qardaş. Sağ olun. Allah sizdən razı olsun. İnşallah gün o gün olar biz də dövlətimizlə, canımızla, qanımızla Qarabağımızı azad edərik. Çox sağ olun. Ürümiyə haqqında bu verilişlərə çox sağ olun. Mən təşəkkür edirəm, Cəlilabaddan zəng elədiniz. Çox sağ olun, Barət müəllim, çox sağ olun. Biz elə abunəyə Cavad bəy, sizin verişi çox diqqətlə izləyirəm. Allah sizə uzun ömür versin, bu verişdən əski eləməsin, qardaş. Təşəkkür edirəm, minnətdaram sizə. Sağ olun. Sağ olun. Çox təşəkkür, zəng elədiniz Cəlilabaddan və Urmi gölü ilə bağlı münasibət bildirdiniz. Sağ olun. Yəni, bu bizim əslində o taylı, bu taylı məsələmizdir. Necə bugün Güney Azərbaycanlılar, Güneylilər deyirlər ki, bizim məsələmiz Qarabağ ilə bizim də məsələmizdir. Həqiqətən də. Yəni, millət arasında ayrı seçki yoxdur. Sadəcə bir sərhəd var. O sərhəd də millətimizin iradəsi dışında olan sərhədlərdir. Biz çəkməmişik. Onu böyük imperiyalar çəkibdir. İranı, Azərbaycanı parçalayıblar. Zaman gələcək, şübhəsiz biz əminik. Azərbaycan birləşəcək. Bütün Azərbaycan Elçi bəyin o vəd etdi ki, bütün Azərbaycan təşkil tapacaq. Bunun heç kimin şübhəsi yoxdur. Yəni, bu labüddür. Onun üçün də Urmi gölünə qayğı göstərmək, Arazınov tayından da bu tayına, bu özü də böyük bir mənəvi dəstəkdir, Güney Azərbaycan üçün. Bəli, o mitinqlər, o səslər ki, gördünüz, şüarlar ki, səsləndirdiniz orada, təxminən 4-5 gün bundan qabaq Təbrizdə Urmi gölünün qurumasına etiraz idi ki, minlərlə insanlar xiyabanlara çıxdılar. Təəssüflə, döyülənlər oldu, tutulanlar oldu, bir iddəsi buraxıldı, bir iddəsini hələ saxlayıblar, amma sona qədər təbii ki, saxlaya bilməyəcəklər. Buraxacaqlar, çarə yolu yoxdur. Yəni, bunlar ya cavab verməlidirlər, ya da ki, böyük bir mitinqlərlə üzləşəcəklər. Bunu əmin ola bilərlər. Kərəcdən buyurun, eşidir, gəl o. Əleyhissalam. Əleyhissalam, buyurun, xoş gördük. Cavad bəy, yorulmayasan. Mən təşəkkür edirəm sizə, sağ olun, buyurun. Cavad bəy, bir-birlə həylə işlərimiz qabağa getmir. Ta ki, cəm olmasaq, həmahəngliyimiz olmasa, nə Urmi gölündə heç birisi bizi azad eləyənmərik. Gərək həmbəstə olaq. Bəli. Xuda hafiz. Sağ olun. Çox təşəkkürlər Kərəcdən. Beləcə də birliyə dəvət edir. Bu bizim nəinki bugünkü tariximiz, keçmişdə də belə olub. Bu, hər millətdə var, bizdə də var. Amma bu birləşmələr, bilirsiniz, hər halda İran böyük dövlətdir özünün çalışır, pul xərcləyir, xarici siyasəti var və bu yolda böyük paralar xərcləyir. O qədər adamlar göndərib, xaricdə oturublar, daxildə oturublar, təfrəqə salırlar, nifaq salırlar. Nüfuzlu adamlar o qədər çoxdur bu hərəkatın içində, hətta belə tanınmışların içində də ki, Milli Azərbaycan, adamı kimi tanınıb, onların da içində var, bu simalardan var. Ki, dövlətin yanındadır, onların siyasətini yürüdür. Amma bunlara biz qalib gəlməliyik, ayrı yol yoxdur. İradə millətin iradəsidir. Millət iradə eləsə, o iradənin qabağında kimsə davam gətirə bilməz və bu birlik yaranacaq. Geci, tezi, mütləq bu birlik yaranacaq. Mən demirəm, indi yoxdur, doğrudur, amma bu yaranacaq. Təbrizdən buyurun, eşidir, gəl o. Alo, selamünaleyküm, yorum da, Şevizat. Təşəkkür edirəm, sağ olun. Mən getmişim Təbrizdən, İmamiyə qəbirstana, Səməd qəbirə, təzəkimin qəbirə getmişim. Getmişim ona da həmən gedərəm. Mən bunu gördüm, onun həttiyi yazıdır. Əsabı, rəngi gedib ki. Mən o geçim rəng yazdım. Mən gəldim, bunu yazıb, üstünün yazılan yazırdım. Gözümdən xanım deyir, oturayım, dedi, valla kesinə də buradan yazmışlar, hamısını tutular fazla, tez ol git. Dedim, məsələ də filan deyim, İstim onu deyəm ki, sən hamımız yoldaşım, ayrılar. Bizim ayrılmaq vaxtıdır. Çox nökərdən qurban çəkmişsən. Bu da abi. Təşəkkür edirəm. Çox sağ olasınız, haqlısınız tamamilə. Xoydan buyurun, alo. Xoy şəhər, buyurun, alo. Bəs. Buyurun, mən televizyonun səsini eşidirəm, amma sizin yox. Lütfən danışın. Yox, mən nökərim. Sağ olun. Deyirəm, Azərbaycanın üstündə bir nəfərin yanına, alo.
Buyurun bəli, buyurun. Bəli, mən Xoydan zəng vurmuşam. Bir nəfər yana, bir nəfər qoysan eli 2 nəfər. Bir nəfər, Siz bir televizyona qulaq nəfər mən asmayın. özüm hazıram. Gedəm götürəm, ağzıma açayım. Nə bileyim, məsələn, alkoldan, zatdan istifadə edirəm, nə müxəddərə maddədən. Təpəmdən bir güllə vuram, deyəm, yaşasın Azərbaycan bax. Fəqət yaşasın Azərbaycan. Ölmək çox çətindir. Ölmək çox çətindir. Mən Səttarxan qəbrinə tuan eləyələ, o bizim sərdarı millimizdən xiyabanın qəbrinə biz onu çəkmək. Ölək üzümüz qutular. Bəli. Sağ olasınız, Xoydan təşəkkür edirəm. Təbii ki, ölmək lazımdır. Qalmaq, mübarizə aparmaq, hər bir ayağa qalxmaq, mitinqə getmək, təzahüratlar, yəni eləmək, bu ölmək demək deyil, bu yanlış bir siyasət. Sadəcə, hər halda olaydır. Yəni, onu demək istəyirəm ki, biz hər bir şeyə hazır olmalıyıq və bu bizim milli görəvimizdir. Yəni, birlik və bu milli görəvi qabağa aparmaq. Buyurun, bilmirəm haradır, buyurun. Nəmindir deyəsən, bəlkə Nəmindir. Alo? Bəli, alo, salam. Əleyhissalam, xoş gördük. Yorulmuyorsunuz, salınız yaxşıdır. Təşəkkür edirəm, sağ olasınız. Ben istediğim bir tane mətləb deyim hükümətinizə. Bu dediğimiz şu arada ya biraz diqqət eləyək. Durun gedək ağlayaq. Bu bir şeydir ki, məsələn, məzmunçuluğumuzu görkədir. Yəni, yalvarmaqla iş olmaz ki. Gərək dediyimiz sözlərdə elə bizə ki, durun gedək ağlayaq nə mənədir. Gərək durun, urumu görün, sındıraq, əmr verək. Nəyin ki, yalvaraq, sən yallah, billah, dövlət də o da özün biz özümüz üstlük görkədək dövlətə. Və ikinci məsələ də budur ki, elə biraz da bilgir olsun ki, bizdə valla qərib kümüşük eləyə bilmirik, tək-tük. Bəli, o şəhərlərdə ki, sizin də gəlirlər Azərbaycan şəhərlərində gərək bilgir olar ki, məsələn, bu günləri bir yana miting olayı getdi ta bir aydan sonra, 2 aydan sonra. Bizdə də davamlı olsa, onda təsiri laf çox ola bilər. İnşallah ki, gün olsun ki, öz istədiklərimizə yetişir. İnşallah, sağ olun. Çox təşəkkürlər. Mən sizlə 100% yəni razıyam ki, bu gəlin gedək ağlıya vurumu gölünü dolduraq şuarını, sonra yəni bitib vaxtı keçib onun. Onu biz, o haqda mənim bir verilişim olub, danışmışam ki, mən sizə haqq verirəm. Yəni şuarlar daha çox belə savaş şuarları olmalıdır. Yəni əmr şuarlar, əmr forması. Buyurun, Miyanadan buyurun, alo. Selam aleyküm. Aleykümselam, xoş gördük sizi. Zavat Bey yorulmayasan. Sağ olun, çok xeyir olsun. Təşəkkür edirəm. Halın yaxşıdır inşallah. Sağ olun, buyurun. Zavat Bey, mən bir dənə işim var, bir dənə sözüm var. Həmən başıva dolanım. Buyurun, buyurun. Bax, bu qanun şənlikdən istəyirəm ərz eləyəm, bu patbazlıqdan ərz eləyəm, bu patbazlıqlarından ərz eləyəm. Mən bir dənə bənliyam, xoş. Bəli. Sizin səssiz gəlmir. Siz xəttəsiz, amma səssiz gəlmir. Alo. Bəli. Siz əgər məni eşidirsinizsə, ayrıdan zəng eləyin və sözünüzü deyin. Çünki sizin səssiz gəlmir, amma xəttə də varsınız, kəsilmirsiniz. Mən növbət telefonu qəbul edirəm. Tehrandan buyurun. Təəssüflə, yəni sizin səssiz gəlmədi. Buyurun, alo. Tehrandan, alo. Bəli. Buyurun, bəli. Buyurun, eşidirəm, bəli, buyurun. Mən ərz edirəm xidmətinizə, sizin bu bərnamız besyar yaxşıdır. Alo. Buyurun, bəli, buyurun, sağ olun, buyurun. Sizin bu bərnamıza mən qulaq asıram, bu ünvanı bir dənə Azərbaycanı kef eləyirəm. Ki o fərhəngimizi, o qəhrəmanlarımızı, o şairlərimizi burada tərif edirsiniz. Və Azərbaycan o yan, bu yan hamısı bizdir. Və əlaqəməndir ki, bərnamımıza biştər və qol-məruf ronaq verək, tavsiyə verək və eşqimiz vardı bu bərnaməyə. Sağ olun, çox təşəkkür edirəm. Çox sağ olun ki, zəng elədiniz və mütləq, yəni biz çalışacağıq ki, get-gedə də proqramımız bir qədər də zənginləşsin. Urmudan, buyurun, alo. Urmudan, təəssüflə kəsildi. Bəli. Urmudan mümkün olsa siz bir daha da zəng eləyin Urmudan.
Və o soydaşlar ki, telefonları kəsildi və yaxud sözləri yarımçıq qaldı, bir daha da studiyamıza telefon açsınlar, zəng eləsinlər ki, biz maraqlıdır, yəni sizdən eşitmək, siz daha çox içərdəsiz problemləri daha çox yaxşı bilirsiniz. Biz də sizdən bu bilgiləri alıb və təqdim edirik. Növbəti telefon Tehran, alo. Əleyhissalam Cavad bəy. Əleyhissalam, xoş gördük. Cavad bəy, mənim nəzərim bu ki, bu ağa ki, dedi ki, bu deyirlərdən gələn ağlıya onu iştirak. Necə? Adət vermiş. Bilmirəm, indi hər halda bu xətlərdə nə varsa, çox təəssüflə səslər gəlmir. Biz yaxşı eşidə bilmirik. O adamları ki, danışıb və yaxud yarımçıq qalıb danışanmayıb, bir də zəng eləsin, görək bəlkə səsi düzəldir. Qoşaçaydan buyurun eşitək, alo. Salam aleyküm. Əleyhissalam, buyurun. Yoğurmaz. Sağ olasın, buyurun. Cevat Bey, dün ayın 20'sinde geçen tezafet edildi ha. Bəli, bəli. Göründüydülər Gəncədə ağlayaq. Cevatları evadına dolduyor. Bəli, bilmirəm, mən sizin səsiz hər halda fikriniz anlaşılmadı, başa düşmədim. Mən təkrar edirəm, bir çox telefonlar gəlir, kəsilir. Hər halda əgər kəsilən telefonlar varsa, yarımçıq qalan söhbətlər varsa, lütf eləsin, bir daha da telefon açsınlar. Çünki bu Urmic gölü məsələsi hər tək-təkimizin, yəni o adamlar ki, mən keçən dəfə də dedim, bəsicidir, pastardır, nə bilim, mozdurdur, ittilaatdır, hər nədir, yəni canlıdırsa, canı varsa onun üçün təhlükədir. Bu heç bir şeyə rəhm eləməyən bir məsələdir. O tuzlar ki, göyə qalxır və belə bir dəhşətli bir şərait yaranıb və bundan sonra daha kəskin şəkildə davam eləyəcək. Bu hər yerə gedəcək. Tehrana gedib çatacaq, Ermənistanı da bürüyəcək, Azərbaycanı da bürüyəcək, Türkiyəni də bürüyəcək. Yəni bu uzunluğu 150 kilometr olan bir böyük bir göldür. Yəni milyardlar tonla onun içində duz olan bir göldür. Yəni bu hər yerə səfər. Əgər Saudiya Ərəbistanın kəvirliyindən İrana gəlir, o toz torpaq gəlir, çıxırsa, o tufan gəlir, çıxırsa, siz təsəvvür edin ki, bu duzlar haralara getməyəcək. Qoşaçaydan buyurun eşidirik, alo. Alo. Buyurun, bəli. Alo. Buyurun, eşidirəm. Bəli, buyurun, mən sizə eşidirəm. Zavat bəy, dedim, bu dərs ümumiyəm ordunda bir danışam. Alo. Buyurun, səssiz var, buyurun. Zavat bəy, istəyirəm qoşaçam. Onu eşitdik, bəli, onu eşitdik. Buyurun, davam edin, buyurun, davam edin. Danışam ki, bu dərs ümumiyəm, bulmağı bizə bir o yat verin, itilat verin, dilimiz də belə quruyor. Yəni bizə dərsin özün qabaqdan qurbanlıq edib ki, biz bilaq ki, deyəm, yəni biz təlaş eləməsək, bizim elə dilimiz də dəyərçək ümumiyyətlə üçün quruyacaqdır və biz heç göyə bilməyəcək. Axırda deyəcək olsunlar, böyle biz ilə farsılıq və fərq edəm. Amma bizim doğumuz fars planı deyil. Yəni biz elə Türk'ük. Gərək öz haqqımızdan, ədalətimizdən difə eləyək. Mən sizdən təşəkkür edirəm bu bərnamızdan, millətimizin zehnini açdınız. Amma mən inşallah ki, millətimizin bundan çox aynə və Azərbaycanda bir böyük inqilab yaradar. Sağ olasınız inşallah. Təşəkkürlər. Çox sağ olun, telefon elədiniz və haqlısınız. Buyurun, Güneydən başqa bir telefon qəbul eləyək, alo. Salam, hər vaxtın xeyir olsun Cavat bəy, yorulmayasınız. Sağ olun, buyurun. Cavat bəy, ərz edim xidmətən ki, millət Azərbaycana Urmiyədə göl qalmayıb ki, gedək ağlayaq, dolduraq, filan eləyək. İndi o üçün yılsın başına, ağlayın yılsın kəndəsinə, indi gün o günə çatıb əsləyə götürəsən, fəqət zəng edirsən o faşizmi ilə. Fəqət deyədə çarəmiz budur, ayrı yolumuz yoxdur. Məndən bu qədər yaşasın Azərbaycan. Təşəkkür edirəm, çox sağ olun. Tehrandan buyurun, alo. Alo, salam Cavad bəy. Salam bizdən, buyurun. Cavad bəy, bu məsələ ki, deyirlər, biz bu şuar ki, gəlin gedən ağlayaq, Urmic gölünü dolduraq, o vaqəən düz deyirlər, iştibah işdi. Mütəəssifانə biz öz millətimizi ağlamağa adət vermişik. Məsələn, Muhsin Müsəlman gəlir, bir əda çıxardı, biz ağlayaq, niyə Muhsin Müsəlman o cürlədi, niyə bu cürlədi?
محسن مسلمان اگر اونجا تماشاگر کش دیدler محسن درازگوش مثلا bir adam ki bir ارزش adam değil mutasiffane biz ağlayırıq به جایی که اون توهینلی bizden توهین eləyək bu cürləri cürədir hem توهین eləsək də bu qələtləri eləməz memnunam xudahafız. Çox təşəkkür edirəm zəng elədiniz, sağ olasınız. Miyanadan buyurun, alo. Miyanadan buyurun, alo. Alo, selam. Əleyhissalam, buyurun. Kardeş, istəyirəm Cavad müəllimdən. Mən özüməm, səsiz yayılır, buyurun lütfən, buyurun. Salam Cavad müəllim. Salam bizdən, buyurun. Kardeş, yorulmayasan, başıma derim. Çox təşəkkür. Çox sağ olun, çox təşəkkür, buyurun. Cavad müəllim, Qarabağ olsun ya Urmugöl olsun, bunlar bizim yaramızın bir hissəsidir. Bütün Azərbaycanlıların bunlar bütün yaramızın bir hissələyədirlər. Qarabağda yaramızdır, Urmugöl'də yaramızdır. İcazə verirsə bir dənə şeir oxuyacağım Azərbaycanın muridində. Buyurun bəli, buyurun. Vətən, vətən, canım vətən, damarda al qanım vətən, sən anamsan, həm də atam, necə olar səni atam, eşkin olub mənim canım, fəxrin olub adım sanım, şərəf, qeyrət, kanı vətən, söyləyənin hanı vətən, yaşasın Azərbaycan, yaşasın Cavad müəllim. Çox təşəkkür edirəm, yaşayın, sağ olun, gözəl bir şeir idi, qısa da olsa, çox təşəkkür. Və o kəsilən telefonlar əgər hələlik zamanımız var, bir neçə dəqiqədər eləyə bilərsiniz, zəng açasınız, telefon açasınız və məmnuniyyətlə sizi eşitmək istərdim. Çünki dedim, bu bizim kifayət qədər biz danışırıq, bu zaman sizin üçün ayrılır və bu zamandan mən çox istərdim ki, səmərəli istifadə olunsun. Yəni telefonlar üçün ki, fikirləriniz çox-çox mühümdür ki, siz nə düşünürsünüz orada? Bu, yəni millətin fikridir. Bizim mövqeyimizi televizyon mövqeyi kimi qoya bilərlər. Ya deyərlər ki, bu bunların şəxsi mövqeyidir, hətta deyə bilərlər, bunlar qərəzli danışır. Amma bu səs ki, telefonlar vaxtı bu televizyondan yayılır, müxtəlif fikirlər, bu millətin səsidir, bu millətin fikridir və millət nə istəyir? Hələ bu günə qədər mən eşitməmişəm ki, bir adam gəlsin desin ki, Urmugöl bizim nəyimizə gərəkdir və yaxud nədən siz bu Urmugölünü bu qədər gündəmə çıxardırsınız, çalışdırırsınız. Yəni, heç kimi etiraz etməyib. Hər kəs gəlib, yəni fars faşistini, o düşüncəni məhkum edib. Çünki gölün quruması açıq, aydın İran dövlətinin siyasətidir. Bunlar istəsələr göl yəni qurumazdı. Təbii ki, qurutdular. Yəni, doğrudur, bayaq elan elədi soydaşımızı, qurutdular. Ağlamaqla da bu gölü doldurmaq olmaz. Bu, gəlin gedək ağlıya Urmugölünü dolduraq, bir sembola çevrilib. Bir şuvardır, yəni bir zamanlar bu daha çox istifadə olunurdu, amma onun da limiti bitib, dövrü gedib. Çünki indi artıq mübarizə zamanıdır. Biz kifayət qədər ağladıq, sızladıq, yalvardıq, məktub göndərdik, elan elədik. Yəni 10 ildir biz bunu dedik, amma getbə-get bunlar bu zülmlərini davam etdirdilər. O anlamda, o mənada indi biz savaşmalıyıq bunlarla. Yəni savaşma o anlam daşımır ki, silah götürüb vuruşmalıyıq. Yox, indi bayaq soydaşımızın biri dedi ki, biz silah götürüb savaşmalıyıq. Mən şəxsən o düşüncədə deyiləm. Yəni, silahla savaşmaq. Çünki biz silahla savaşmanın da nəticələrini biz görürük. Nə qədər itkilər, nə qədər... Yəni, çox ziyanlı bir şeydir. Amma bizim indi güclü silahımız var. O bizim silahımız, o bizim şuurumuzdur. Milli, yəni şuurumuzdur. Milli şuur yüksək olarsa, ondan böyük silah yoxdur. Yəni, milli şuurda da əgər mən başa düşürəmsə problemi və bilirəmsə o dərd hardandır və bu dərdi törədənlər kimdir, onu mən gündəmə gətirə bilirəmsə, bu məsələ böyük önəmli məsələdir. Bir var bilməyəsən ki, güllə səni hardan dəyir, amma bir var biləsən. Biz hamısını tapmışıq. Dərdi də tapmışıq, dərmanı da demişik və bu yolla daha çox nəticə əldə etmək olar. Bunun da indi dedim, məqalə ilə, yazmaqla, müraciətlə həll olmur. Sadəcə xiyabana tökülməklə, yəni bu gücü nümayiş etdirməklə, çıxıb milli şuarlarla, çıxıb dünyaya göstərməklə ki, yəni biz bu qədər millətik və bu zülmlər var. O addım-addım o mərhələləri biz getməliyik. Bəli, o yerdə ki, əgər lazım olsa, hər halda biz də yerdən çıxmamışıq.
silah səhəldir. Lazım olsa atom bombu da istifadə eləmək lazımdır. Ona görə yəni bu məsələni biz mütləq nəzərə almalıyıq. Buyurun, Almaniyadan. Alo, salam. Salam, xoş gördük. Alo, salam, hər vaxt. Hər vaxt söyle, buyurun. Salamlayıram sizi. Hörmətli işləyənlərinizdir. Təəssüflə Cavad bəy, siz hər halda açıqladınız. Bizim xalqımız Cumhur-i İslami və ümmətçilik siyasəti ilə bizim xalqımızı bir müsibət görmüş və gecə-gündüz özün ağlayaraq yaşamını sürdürən bir xalqa çevrilib. Bu adət-ənənəni bilmirəm, bizim xalqımız nə zaman unudacaq, insani yaşama fikirləşəcək, nə zaman buraxacaq bu ağlaşma müsibət mərasimin və bu ümmətçilik fikrindən nə zaman əl çəkib özünü insan yerinə qoyacaq, mən anlamıram. Adam dəhşətə gəlir, kökülür, belə insanlar özü zəhmət çəkir, çıxır gəlir xiyabana, özün canın təhlükəyə atır. Gəlir orada şuar verir ki, gəlin gedək ağlayaq, Urmu gölünü dolduraq. Ağlamaqla məyə insan eləyə bilər öz haqqına çatır. Ancaq mübarizə ilə və vuruşmaqla, o da bir dənə irticai rejim, o da bir dənə rejim ki, orada dəyərlərə ərziş vermir. Orada nə xalqa ərziş verir, nə yaşama ərziş verir, nə təbiətə ərziş verir. Milyonlarla insan deyə, özlərinin dirəyənləri deyə ki, burada 15 milyon insanın həyatı söz konusudur, amma yine də əhəmiyyəti yoxdur. Bizim təəssüflə bizim qabağa düşənlər və o canın təhlükəyə atıb şuvar verənlər bu şuvarlardan uzaqlaşdırırlar. Nə qədər uzaqlaşmayıblar. Yəni demək olar bu çölə çıxıb bu şuvarları verməyin heç bir anlamı yoxdur. Və özümüz görürük ki, Cavad bəy, bax, mən bu neçə gündə baxmışam. Tamam Azərbaycan məsələsində, xüsusən Urmu gölündə və belə mitinglər var idi, boykot elədilər ki, İran rejimi mətbuatı və çöldəki hətta səltənət tələblər, cumhurixalar, çəpindən ta rastına kimin hamı boykot elədi. Heç kim Azərbaycanın yəni içəridə olan mitingləri yaymadılar. Tək o deyil. Hər bir şey istəyirsən, yəni Azərbaycanda düşən ittifaqın hamısını boykot eləyiblər. Yəni bunu bir də tamam Azərbaycanın milli hərəkətində olan insanlar bilməlidir və buna bir yeni yol seçməlidirlər. Çünki heç bir şey inikas vermirlər. Nə çöldəki, nə içəridəki. Qalırsan burada BBC yaydı, amma İran deyilən ölkənin müxalifi, muvafiqi, solu, sağı heç birisi ona görə də buna düşünmək lazım. Aydın. Təşəkkür edirəm. Çox sağ olun. Təşəkkürlər, sağ olun. Təbriz və Zəncan. İki telefonumuz daha var. Təbrizi növbə ilə qoşurum. Alo. Salam Cavad bəy. Xoş gördük sizi. Buyurun. Vaxtınız xeyir. Hər vaxt xeyir. Təşəkkür edirəm bərnamənizdən və bir dənə bir söz demək istəyirəm. Xahiş edirəm bu soydaşlarımız çox bu xiyabana çıxanlara həm də eləməsinlər, iş var, indi bu şuarın vaxtları. Xahiş edirəm bir yeni şuar qoysunlar ortaya, biz də çıxaq o şuarları verək. Hələ ki nə büyün bu millətdə o qeyrət var idi, o çıxar var, əlbəttə o zamanlar tökülür, onları deyirəm. Onlar da o çıxar var idi, tökülür, o şuarı verirlər. Mənim misal başqası oturub Tehranda və həm də 2 ayda indi bu şuarın vaxtları din məsələsini təşkilariyə, bizi belə ağladıqlar. Mağagəl hətta gəl çıxır bu şuarı verir, istəyib hökumətin qulağına bunu yetirsin. Əgər bir təzə yeni şuarınız var, siz qoyun ortaya bir çox şuarlar deyək. Bir bunu demək istəyirdim, bir də bunu demək istəyirdim Cavad bəy. Yaxdıydı bu hərəkət. Bəli, amma o vaxtdan ki bu hökumət xətər ehsas eləməkdə bir iş görməyəcək. Onun da lazıməsi budur ki, bu gərəkdir ki, millət güclü sökülər xiyabana və mütməyin olun, əgər millət birlikdə həm güclü kökülsələr xiyabana 85 kimin inan mən sizin söz verirəm, bunlar gün Urmu gölün bir ləmsinə Urmu gölün qutarmağına bir iş görəcəklər. Yoxsa ondan sonra bunlar belə deyim ki, bunların kökülmüş planları üçün gölü qurusunlar.
Və icazə versəniz elə bir kəlmədə istəyən bir daha qısa şeir oxuyan bu Urmu gölünə bağlı. Buyurun bəli. Quruyub Urmu gölü bizlərdən imdad istəyir. Kəsilibdir suları zülməlindən dad istəyir. Onun can verməcin əlbəttə ki yad istəyir. Bu ki qoymarıq varlığımız tapdalına. İndimiz tariximiz Farsın əli ilə talana. Baxıram geçmişimə şən ilə iftixar ilə. Danılır indi kimlikim min cürə iftira ilə. Fat mənə qardaş deyir min hilə urya ilə. Mən bir türkəm necə olar bu həyata deyəm yaşam. Yoxsa gərək dəniz kimi dalğalanam daşam. Bir gün gəlib azadlığa bir niskil tək baxaram. Azadlığın varlığını yandıraram, yaxaram. Bir dəfə də azad olsam, bir dəfəlik yaşaram. Mən insanam, Tanrı mənə qul deməyib. Hər alçağa, hər namədə vur deməyib. İstəmirəm gələcəkdə evladımdan utanam. Tarix yazsın şərəfimi, varlığımı satanam. İstəyirəm özlüyümü, kimliyimi qazanam. Bunu bilin, yaşadaram kimlicimi, dilimi. Ölməyincə atmaram mən vətənimi, elimi. Mən bir türkəm, ıldırım tək alovlanıb şaxaram. Xainləri, satqınları yandıraram, yaxaram. Bir gün gələr, parça kürdü bir-birinə qataram. Ondadır ki, türkün gücün qanarsız. Bir kişiyə kimlicizi danarsız. Görküm mənə hakim olub, varlığımı danırı. Zənn etməyin ki, paslar insanlığı qanırı. Bir o salıb yurdumuza, başdan başa yanırı. İndi gərək kör oğlu təhmisli qılın bağlayaq. Düşmənlərin, satqınların gözlərini dağlayaq. Məktəbdə qıtalanıb kimlicimiz tapdalanır. İndimiz, keçmişimiz, tariximiz saxtalanır. Yurdumuz, toprağımız, millətimiz şaqqalanır. Ya bir dəfə üsyan edib xalqı azad etmək gərək, ya susub bir dəfəlik bu yurdu bərbad etmək gərək. Mən bir türkəm, tarixlərdə Çin duvarını aşan mənəm. Tarix boyu dəniz kimi dalğalanıb daşan mənəm. At belində qılınc vırıb sərhədləri aşan mənəm. Bu yurduma kədməxanı bələşdirəcəm qanına. Qeyrətimlə, şərəfimlə bir o sallam canına. Cavab bəy, ümid eləyirəm bu sözlər təhti kağız üstü olmasın. Bir gün gəlsin köksək xiyabanlara. Bəlkə özümüzü bu bəladan tutaraq. Mən təşəkkür edirəm Cavab bəy. Amin. Təşəkkür edirəm. Çox sağ olasınız. Buyurun Zəncandan eşidək. Alo. Zəncan, alo. 19-cu xətt. Zəncan eşidirsiniz? Bəli. Zəncan təəssüflə eşitmir. O zaman Urmudan eşidək. 20-ci xətt. Urmu, alo. Alo, salam Cavad bəy. Əleyhissalam, xoş görürsünüz. Sağ olun, buyurun. Cavad bəy, mən indi iş üstündən gəldim. Bilmiyorum konu nə mənadır. Amma bir önemli məsələ qabağa gəlib, onu gələ icazə versən ərz edeyim. Buyurun. Galiba Azərbaycanın ustandarifindən aldığımız məlumata görə elə bil bu Əraqda Daesh ya Şam ordusunun o Əraqda həmləsinin əsərində yenə o Amerika-Əraq savaşı zamanı kimin Galiba Azərbaycanın saxsı ustandarifi məhsulları Fars ərbablarının yaşlı sərtçə varlıqlar ki yenə bu kütləri, bu ikinci çökələr Galiba Azərbaycanı. Biz buradan Galiba Azərbaycanın əlbəttə bu dostların sifarişini mən bu zəngi vurmuşam. Buyurun. Biz buradan Galiba Azərbaycan məsullarına, nizamiyə ustandları ixtar veririk. Bu dəfə əgər buraya mühadi kütləri tökərsiniz, and olsun Allaha, əvvəldə ustandarını olsa çəkəcək, sonra sizi üstə xiyabanda sürüyəcək. Sonra da Daişdir, kimdir? Onlar ki, başlarını bu, kütlərin başlarını bu bəlalara gəlsin, biz gəlsəcək də hər nəyin həddi var. Ay saadət, ay ustandar. Geçen ustandarlığında millətlər oğurladı millətdən. Sahildə yerləri satdın, qoydun cibiyəm. Bir müddət aradan yox oldun. İndi gəlibsən, Əraqda oturubsan, bu düşmənlərimizlə sadış bağlayıbsan. Birimiz başında oturubsan, Azərbaycanı qoyubsan metrajə. Anlasın Allah, bu seyri arzucu qoyaq gözümüzdə. Dəryanı qurudun, dinməyək. Filan eləyin, dinməyək. Bu qərəyə bənzəməz, anlasın Allah, tamam uşaqlar narahatsızdır, tamam bu hərəkətin faallığı, hamısı narahatsızdır. Yəni bu seyri üz üstə sizi yerdə sürüyəcək. İndi hər nəyə baxsın. İtkuzu burada çökər Galiba Azərbaycanı, anlasın Allah, yəni yercək yaşadıq bir-birinə. Məndən bu qədər yaşayaq. Çox təşəkkürlər. 2 telefon alırıq, daha telefon qəbul etməyəcəyik. Verilişimizin sonudur. Zəncandan. Sonra Ərdəbil var. Buyurun Zəncandan, alo. Zəncan, eşidirsiniz? Zəncan, hər halda xəbər çıxmadı. Ərdəbildən buyurun, alo. Ərdəbil, eşidirsiniz? Alo. Buyurun, bəli. Salam aleykum. Aleyhissalam, buyurun.
salamlayacaq sizi. Təşəkkürlər, buyurun. Alo. Buyurun, əgər danışmaq istəyirsinizsə, buyurun. Bayaqdan da siz yəni gözləyirsizdən də. Buyurun lütfən, danışın. Sizin səsiz var, sizin səsiz yayılır. Mən də sizi eşidirəm, hər kəs sizi eşidir. Sadəcə qalıb bir dənə siz davam eləyəsiniz. Buyurun. Alo. Bəli, bəlkə görünür xəttə də problem var. Arada sağ olun. Təşəkkürlər ki, zəng elədiniz. Bütün həmvətənlərimizə mən çox sağ ol deyirəm. Daha telefon etməsin soydaşlarımız. Çünki verilişimizə yekun vururuq. Sonudur. Mən Urmudan son telefonla soydaşımıza demək, əvvəla bu da əgər qəzəblənmək məsələsi varsa, biz gərək çoxdan qəzəblənməliydik. Çünki bizim kifayət qədər problemlərimiz işarət edir ki, biz elə hər gün yəni qəzəbli sifətimizi göstərək. O gənclər, o cavanlar ki, narahatdılar, gərək hər gün küçələrə çıxsınlar, etirazlarını bildirsinlər. Urmu gölündən böyük məsələmiz yoxdur. Yəni, bu da o siyasətin bir parçasıdır. Kürdlərin və Daesh məsələsinə gələndə mən bunu verilişin əvvəldə açıqladım. Bir daha da yəqin siz eşitməmisiniz. Bir daha da demək istəyirəm ki, hal-hazırda Urmiyədə, yəni Qərbi Azərbaycanda, indi bu ayrı bir şəhərlərdə ola bilər, Urmiyanın özü də xüsusilə də Daesh qrupları tərəfindən oradakı sünnilərdən ibarət olan kürdlər silahlanır. Ən modern, yəni silahlar bunlara verirlər. Çünki bunların planları var. Bunlar hədəfləri Daesh'in İraqı işğaldır. Bunların hədəfləri İrandır. Bunlar elan ediblər ki, biz İslam sipahı olaraq İran dövləti ilə savaşacağıq. Yəni bu hakimiyyətlə Şiə hakimiyyətidir və çox təəssüflər olsun ki, bunlar qarşılarına bu məqsədi qoyublar ki, yəni şiələri də qətl-am eləsinlər. İraqda da harda əllərinə şiə keçir, qətl-am eləyirlər. Yəni İrana bu ayaq açarsa, bunlar hər halda başlansa, bu iki istiqamətdən daha rahat, yəni bunlar İrana girəcəklər. Biri Qərbi Azərbaycan, biri də Sistan-Bəluçistan yəni bölgəsindən ki, bunların hədəfləri, məqsədləri İrana daxil olub və bu dövlətlə savaşsınlar və bu yolda hər hansı bir şiələr müqavimət göstərsə, bunları qırmaq. Bu, yəni, əslində çox təhlükəli bir məsələdir. Yəni, bu, dedim mən, bizim soydaşlarımızın qətli bahasına İran dövlətini yıxmaq istəyirlərsə, yəni, bu çətindir, bu məsələ çox çətindir. Yəni, biz heç kim icazə verməz öz xalqı, öz milləti belə bir vəziyyətdə qərar tapsın. Amma təəssüflər olsun ki, bu şəraiti, bu vəziyyəti yaradan İran dövlətidir. Yəni, sünni və şiə davasını salan İran dövlətidir. Daesh əgər bu günləri və yaxud ayrı-ayrı qruplar, tək Daesh deyil, Əl-Nüsrə var, o qədər təriqətlər var, səpələniblər və şiələrlə düşməndilər. Ona görədir ki, İran dövlətinin səhv siyasətidir. Suriyədən başladı. Bəşar Əsədi şiə dövləti kimi bunlar support elədilər. Mali, maddi, cani, hər cəhətdən orada bir vəziyyəti yaratdılar və indi dünyada olan sünnilər də baxıb görürlər ki, İran dövləti, yəni sünnilərə qarşı bu mövqeydədir. Səudiyyə Ərəbistan da hər halda bir dövlətdir, böyük gücü var, pulu, parası. Buraxıb o nəftin pullarından verib bunlara gedin, nə iş görürsünüz görün və bu şiəçiliyə qarşı bu işləri görün. İndi artıq yəni bunu gizləmək olmaz. Dünyada bu günləri şiə-sünni davası gedir. Açıq bir şəkildə yəni bu dava özünü göstərir. Bu indi hər halda biz bilirik ki, Azərbaycanda da əksəriyyət şiədirlər, sünni də var, amma şiədirlər əksəriyyət. Bu elə çıxır ki, yəni əgər bunlar silahlı kürdlər, sünni kürdlər Daesh tərəfindən və onların üzvü olaraq, çünki onların üzvləridirlər, bunların üzvlərindən hətta sünni türklər də doludur, çoxdur. Yəni gələrlər və elə Urmiyədən start götürərlər, burada qardaş qırğını salalar, bu çox təhlükəlidir. Yəni buna kimsə təbii ki, icazə verməyəcək, bunu heç Azərbaycan da icazə verməyəcək, oradakılar da bunun, oradakı yəni Azərbaycanlılar da bunun qarşısında duracaq. Bu anlamda, bu mənada bu xəbərdarlıq yəni verilir. Batı Azərbaycanda bir təhlükə var, ciddi bir təhlükə var və bu təhlükə qısa bir zamanda özünü göstərəcək.
bunun önünü almaq lazımdır, bunu qarşılamaq lazımdır ki, hazırlı olmaq lazımdır ən azından. İcazə verməmək lazımdır ki, İraqdakı və yaxud Suriyədəki kimi Urmiyədə və yavaş-yavaş Azərbaycanın digər qismətlərində bu cür qardaş qırğınları törədilsin. Yəni, bunun həqiqətən də önündə durmaq lazım. Amma çox təəssüflə bu siyasət çox sürətlə inkişaf edir və dediyim kimi, bu günlər Urmiya şəhərində DAEŞ-in ən modern silahlarla silahlanan bir çox üzvləri var. İran dövləti indi buna dəstək verəcək və yaxud İran dövləti də bunun qarşısında duracaq ya yox, bu ayrı bir məsələ, gələcək göstərəcək. Bunların danışıqlarına baxmayın. Yəni, bunlar Azərbaycanda bu qırğınları salmaq üçün bu İran dövləti onlara dəstək verə bilər. Çünki bunların məqsədləri bir proje var, arada proje əsasında işlər gedir, razılaşmaları var, müəyyən görünür, bu DAEŞ-in arxasında duran müəyyən qüvvələr də var. O mənada bunu gərək biz ciddiyə alaq və bizim həmvətənlərimiz ciddi olsunlar. Əgər elə indi, vaxtında, zamanında böyük mitinqlər düzənlənərsə, təzahüratlar baş verərsə və o güc xiyabanlarda, küçələrdə, Urmuş məsələn küçələrində görünərsə ki, bura Türk şəhəridir və burada məsələ tam fərqlidir, onları yerində oturtmaq olar. Yox, bu cür baş aşağı, yəni quzu kimi səssiz, səs çıxmadan, etiraz olmadan, yəni hər kəs yavaş hərəkətlər, onlar güclənəcək. Onlar güclənəcək, silahlanacaq və qarşıdurmalar da salacaqlar və bunu da heç bir, o daxili emosiya ilə qabağın alınan, vırıram, kəsərəm, qoymaramla olmaz. Əgər sən də əlində gücün olacaq, silahın olacaqsa, qarşısında dura biləcəksənsə, ayrı bir məsələ. Dura bilməyəcəksənsə, bu belə sözlə olmayacaq. Onlar güclü olacaq və onlar daha çox üstünlük təşkil verəcək. Ona görə də bu problemləri ümumiyyətlə o dövrə və o bölgəyə yaxın buraxmaq lazımdır. O vaxtında o ilə sərhədlərdə, mərzilərdə xəf eləmək lazımdır. Və dedim, əgər miting və etirazlar olarsa, gücü biz nümayiş etdirə biləriksə ki, bura Azərbaycandır, heç bir xarici dövlətlər, qüvvələr də o tipli terroristlərə də dəstək verə bilməz. Mən təşəkkür edirəm. Xəbər vaxtıdır. Xəbərlə sizləri baş-başa buraxıram. Növbəti verilişdə, növbəti gəlişmələri sizə təqdim edəcəyik. Sağ-salamat qalın. Həmişə hər zaman Günas TV ilə qalın. Hələlik. Sağ olun.